Bəli. Alo. Bəli. Babuş, nətərsən? Çox sağ ol. Siz nətərsiniz? Sağ olun. Ad gününü təbrik edirəm. Allah ürkündə nə arzularım var, hamısına çatdırsın səni. Çox sağ ol. Çox sağ ol xanım. Təşəkkür. Siz Gəncədə Hacı kəndə gedin. Gözəl səhnəti qoyunda gözəl yerlərimiz var. Hacıkənd uzaq deyilmi? Gəncənin özünü istəyirəm. Hə, Gəncənin özündə. Hə. Hacı kənd bax gözəldir. Yəni orada nə uzaqlığı var, biraz fərq eləyir. Orada nə qədər xərcim çıxacaq? Bilmirsən restoran neçəyədir? O sən yediyinə baxır. Nə yesin o gedəcəkdir. Biz o günün Qrim Qaxtayda o qədər gözəl Kəpəz dağına baxır. Elə gözəl yeridir ki. Qrim Qaxtayda şoraqlaşsaq geri çıxarsınız ora. Düz Kəpəz dağına baxır. Girim Sağ ol, parkda. çox sağ ol. Səni mən çox istəyirəm bir bala kimi. Həmişə sənə baxırım, üzüm gülür, ürəyim açılır. Çox sağ ol. Az günün mübarək olsun. Təşəkkür edirəm. Çox sağ ol. Sağ olun, çox sağ olun. Sağ ol. Sağ olun. Əfəşə, hamı qabaqçada məni təbrik elədi. Az hələ səhər də ad günüm eləməyim. İndidən amma mənlə təbrik edir. Az təbrik edirsiniz, bir də görürsünüz ad günüm olmadı. Bu. Alo. Alo. Bəli. Salam. Salam. Kimin danışan? Kim lazımdır kaka? Pardon deyil, kişi deyil, kim danışan? Ay, sən yığmısan, məni kim idi danışan? Yığan sənsən, qardaş. Məndən sazək gələ bilməz. Sübut edə bilərsən, məndən sazək gəlir. Nə olsun oxşuyuram, nə oxşuyurum da. Sən də matanın balası Gülçöhrəyə oxşuyursan. Hə, nə olsun? Matanın balası Gülçöhrəyə. Hə, mən də Gülçöhrənin balası, nə olsun indi? Özünü bomba hesab edirsən. Hamı desin, ağsaqqal kişisən, Sənin dayıların axşam yatanda protezini çıxardır, stəkana qoyur, yatır. Sən də dur burada özünü yaparsan. Kül başına qoyum. Bu kişilə niyə üzlərinə hörmət eləmir bəziləri? Kendim ettim ah be babuş, sevilmedim, Gürcistandan zəng gəlir ma. Allaha kuşaqlar Gürcistandan ma zəng gəlir. Bonjour mademoiselle. Bonjour. Yox, o Fransaydı. Hə, salam. Tamam. Bir şey deyirəm, baba, şart deyirəm. Gürcistandan yığırsınız? Bəli. Çox sağ ol. Fransa kağıtda. Dəyər sənin üçün. Yəni, buradan yığmaq dəyər. Həqqi. Əlbəttə. Necəsən? Çox sağ ol. Yaxşıyam. Yaxşı ol. Sağ ol. Gör ne? Türkiye'den zey, Urset'ten zey, Gürcistan'dan zey. Gör haralara gedib çıxıram. Sonra sizən haram tanınır. Cəmaat Gürcistan işini gücünü atıb mağa baxır. Cəmaat Gürcistan işini gücünü atıb mağa baxır. Uy. Qazlı su içdim burnumdan gəldi, az qaz. Dubai qaldı. Yox, Dubai'də yox. babuş, kendim ettim ah be Amerika'dan. babuş. Bəli. Əncə, salam. Salam. Necəs, babaş gəl. Çox sağ ol xanım. Əncə, Naxçıvana dəyəcəyəm. Sizin hayranımdır. Naxçıvanın harasından? Naxçıvan üzündən arayıram. Hər zaman sizi belə izləyirəm. Biletimi al gəlim Rövşən. Deyək, adaşım da buradadır. Yerin də buradadır. Kim burada? Biri yerin. Yerim kimdir ki? Deyir Rövşən 009. Hə, nə bilim, tanımıram.
Nəhslan özümlənəm. Hər gün sizi belə oturmuşam, sizə baxıram. Hə, Yəni Allah. oradan buradan silah gözlərinə qoysam, sən dünyanın ən gözəl insanısan. Valla sənə baxdıqda mutlu oluram. Çox sağ ol, çox sağ ol. Teşekkür. Hər gününüzdə təbrik edirəm, mümkünətə belə gözəlliklərə. Sağ ol. Sabah da ad günüm hələ. Sabah eləyərsiz. Bilirəm. Yaxşı. Oldu, çox sağ olun, çox sağ olun. Çox sağ ol. babuş kendi Ha. Yo tanımıram. Yok. Rövşən, həqiqi gəlmək istəyirəm də, gəlim bir dəfə oraya gəzim. Oranın maraqlı şeyləri, karselləri olar, maraqlı hər bir yedon marujnası zadı var. Deyirlər, Rustetin zadı marujnası yaman dadlı olur. Çeleği zadı qəşəng olur. Kolası zadı orijinal olur, deyir. Hə, gəl. Oraya gəlmək pulda yaz. Pasportunu at, biletini alın. De Allah haqqı. De Allah haqqı. Ərik var, az əz doludur. Pulu da yaxşı olur. Amma mən gəzdirib eləməyəcəm. Pək gəzdirməyəsən sən elə, mən Moskva tanıyıram. Qatandan Moskva tanıyıram. Gedim oralarda azam. babuş kendime Azamdan sonra nə edirəm? Alo. Alo. Bəli. Ay baba, sən ad gününü təbrik edirəm. 100 yaşayasan, Allah canını sağ eləsin. Çox sağ ol, xanım. İnşallah gələn ad günündə balaca bir qızın olsun, yanında gəlsin. Hə, amin. Qızlar Sən var çox da yaxşı. burada gəzdirərlər. Sənin ürəyin çox təmizdir. İnşallah Allah sənin ürəyinə görə verəcək. İnanıram ona. Yox, xanım, Moskvaya getmək istəyirəm. Bir dənə də oranı gedim görüm. Qayıdım. Alo. Ha, Hə baba, deyirəm ki, inşallah ki gələn ad günündə ürəyində indi hal-hazırda nə arzuların varsa hamısı hərəkətdir. Allah sənə bir yaxşı qız qismət edəsin, özünə uyğun. çox sağ ol. Çox zəhmətkeşsən, çox zəhmətkeşsən, ağıllısan. Yaxşı. Hər şey ürəyində olsun. Təşəkkür. Sağ ol, sağ ol, Adıl. Sağ ol. Bir dənə Gəncədən zəng eləyən olmadı, gördünüzmü? Vallahi. İki saatdir bu canlı tutmuşam. Bir dənə Gəncədən zəng eləyən olmadı ki, gələk, restoranımız buradadır. Mən səhərində nəyə gedirəm ki, Gəncəyə? Orada qalandan sonra tanımıram, eləmirəm. Yolun ortasına keçirməyişim, ha? babuş kendim ettim ah be babuş. Ha. Ha. Alo. Bildikten ay bacı maşınım var da. Gitme. Yox, Gəncəyəni istəyirəm. Uşaqlar orada kars eləməyəcəm. Telefonu at səssizə də. Niyə ay Rövşən? Bəlkə mazəkkər şey olacaq. Mən Gəncə tanımıram. Ona görə dedim Gəncə restoran müdür səssizə qoydum. Restoran müdürələri məni yıxsın ki, burada yəni yaxşıdır, gəl oturma. Vallahi tanımıram. İndi mən səhər 4 gün oturdan sonra Gəncəyə çıxacağam. Tanımıram mən onu. Mən Gəncədə keçirmək istəyirəm ad günümü. Yox, Gəncədə keçirmək istəyirəm. Gəncədə istəyirəm. Çünki orada gəzəcəm. Tanımadığın yerə nəyə gedirsən onda? Nə olsun ki, oradan da çıxıb gedəndən sonra şeyə gedəcəm, karsellərə. Gəncədə müsibət karsellər var. Bəli.
Bəli. Necəsiz? Sağ ol. Siz? Yaxşı olasın, çox sağ olun, yaxşıyam. Ad günün mübarək bu arada təbrik edirəm. Lox axtar gəncədə. Nasıl sesi tanışmaz ey. Lox axtar. Qurana 7000 pulum verəcəm. Bu elə şey. Ay baş mən lox axtarıram. Yazır ki lox axtar oradan. Bu. Əsəbləşmə, ay baboş. Təbrik edirəm bu arada, sabah saat günü mən təbrik edeyim dedim. Hə, sağ ol. Çox sağ ol. Ya, siz sağ olun. Sağ ol, sağ ol. Salam. Bugün ad günü, sabah uşaqlar, ad günüm sabah. Kimden getirsən? Bəli. Düz yığından ha qaqa. Qocalmısınız mənim kimi. Bərdədən keçir də. Ad gününə kim gələcək? Uşaqlar özümüz olacağıq. Eldəniz olacaq, mən olacağam. Maması olacaq. Qonşuma deyəcəm, bilmirəm, gedəm, bilmirəm, onun da xeyir işidir deyin. Bilmirəm, məftun olur, belə 3-4 nəfər. 100 yaşa, təşəkkür edirəm. Pəri nə alacaq sana? Pəri dedi ki, babalıyla atacam sağ. Qız olmayacaq. Çoxdur da Gəncədən gələcəklər. Sən bilsən mənim nə qədər Gəncədən istəyən xanımlar var. O gün bir qız gəlirdi, Ağşal vardı. Keçən cipi zadı vardı, çox gözəl idi. Nə qədər zəif vurur, burada informu evdə qoymuşam. Çölə çıxıb gəzmişəm. Zəif vurur bizə gələcəkdi. Keçən dəfə gəlmişdi, ağzım ayrı qalmışdı. Gedəndən sonra 2 saatdan sonra ağzım yumuldu Rövşən. 2 saatdan sonra ağzım yumuldu. Elə gözəl, toxusunun iyisi da elə bir evi bürümüşdü. Gedəndən sonra 2 saatdan sonra ağzım yumuldu, 2 saatdan sonra. Oğlanların başını bırak. Kızlardan böyük yapış. Niye ne kadınım oğlanların başını bırak? Hansı oğlanların başını tutmuşam? Şu oğlanların başını da bırakın. Kim gelir gelsin adı günüme. Hiç kimin başından yapışmamışam valla. Modlar Sabit'in zəhmət. Niyam salam Gəncədə restoran açıb. Ekiri, heki. Meşədədir. Evlən vaxtıdır. Bu. Əmcəkli xala necəsən? Sağ ol xala qurban. Sən necəsən? Meşə olmasa, yox da mən ağaçların altını istəyirəm, başa düşürsən. Qəşəng meşəli kimi yer, başa düşürsən, ağaçdı. Elə bir yer istəyirəm. Kupelərdə nə qədər oturmaq olar? Bu uzunu kupelərdə oturmuşuq bana. Bəli. Alo. Bəli. Salam ay baboş. Salam. Necəsən? Sağ ol, sağ ol. Təbrik edirəm səni. Sağ ol. Böyük oğlan olasan. Olsa böyüyüm da, nə xanımcam, mənim paylarımın 20 yaşında oğlu var. Da böyük oğlan oğlan. Bilirəm ay baboş, bilirəm. Hə. Sən də ikizlər bürcüsən, mən də ikizlər bürcüyəm. Meşədə yeyib içərsiniz, ara qarışar ha. Ara qarışır. Ay baboş. Ha. Mənim də ad günüm deyə sabahları. Həqqi. Hə. Təbrik edirəm. 100 yaşa doya yaşa. Happy birthday to you. Çox sağ ol. Sağ ol, sağ ol, sağ ol. Sağ ol. Belə eyni səsdir. 3 nəfərlə nə ad günü? Nə olsun? Nə olsun? Sən orada mənim göydən gedən TikTok universallara baxarsan. Yığıb yığışdırıb, qoyacam cibimə,
Başa düşürsən? Oradan yığdığın pullarla indi buradan universallar, şirlər satlar böyle düzüləcək də. Biri bəyinə gedəcək, biri ayına gedəcək, biri bəyinə gedəcək, biri ayına gedəcək. Onları yığacağam, restoran pulunu verəcəm. Sonra gedib karselləri gəzəcəm, karsellərin pulunu verəcəm. Sonra çıxıb girəcəm evə. Gəlib yığdığımı da qəşəng indi şirlər bir bəyinə gedəcək. Onları qəşəng sandığıma açacağım, qəşəng qoyacağım sandığıma. Всё, ağzında. Всё, kıfılla dursun orada. Yuxumda kirə. Yuxumda. Sulu yemək. Nə? Sulu yeməyinə fikir ver. Qalan şeylər boş şey. Narahat olma qaqa. Sulu yeməyimə fikir verirəm. Narahat olma. Qarpız almışam deyə ya oradadır. Sululu. Bəli. Alo, baboş. Bəli. Baboş, salam qanım. Ad günü təbrik edirəm, ay baboş. Çox sağ ol xanım. Ağrıdan, sən gəncəyə gəlmək istəyirsən. Gəncədə konserlərin hamısı baxımsızdır. Yıxılarsan, eləyərsən, ağır görülüb, göydər adamsan. Ay xanım, ağır gövdə adam deyilən nə olur? Məndən kök adamlar yoxdur. Keçən dəfə mən gəldim da, bildin nə oldu? Bəs o fırlanacaq var idi. Oturdum ona, məni qaldırmadı. Dedi ki, yox, sən ağırlıqda bunu götürmür. Da yəni fırlamadı. Ən xoşlamı qalxır ki, göydə belə fırlanır. Arxam iliş qalır orada. 6 dənə, 7 dənə oğlan gəldi, zorla mənim oradan dalımı dartdı, çıxartdı. Oturdum orada, qaldı, çıxmadı. Qaldı orada, ha. Onun şansı bir deyil də, elə insan var düzdür, səndən kökdür, amma ona heç nə olmur. Elə insan da var ki, nəsə də, yəni baxımsızdır, yəni uşaqlar oradan yıxılıbdır, pis hadisələr olub. Oturmağına görə demirəm, yəni karuselə gələndə nəzarət elə, onu demək istəyirəm. Yəni az gününü təbrik edirəm, ki oğlan olasan, xoşbaxt olay baboş səni, xoşbaxt. Hə, çox sağ ol, çox sağ ol, çox sağ ol. Sağ olay baboş. Sağ ol. Hə, uşaq Allah hamd olsun. O gözüm qaldı fırlanacaqdı, o qalxır ki fırlanır. Dedilər köksən deyin, sən ola bilməz, qırıla bilər deyin, qoymadılar. Arıqlamağı düşünmürsən. Nədər arıqlayım? Arıq adamlar nətə kökəsin, gözü kökələ bilmirlər. Mən də arıqlayım. Üzə nə olub ma? Qarnım dudana. Bu yaz nə olub ma? Sən məndəki boya puxuna bax. Ağla bax. Bəli. Bəli. Alo. Bəli. Baboş, salam. Salam. Sağ olsun, necəsiz? Sağ ol. Sabah yaz günü də təbrik edirəm, baboş. Böyük oğlan olasan. Böyük. Baboş. Ha. Gəncədə Niyam Salaminin restoranı var. Ayın birindən açılıb. Açıq havada superdə. Mən WhatsApp-dan nömrəsini atırım. Amma öncədən rezerv eləməlisən. Çox gözəl. Rezerv nətər eləyirlər? Zəfrun deyim rezerv elə. Hətta deyirəm, neçə nəfər olacaqsansa, deyirəm, məsələn, filan saatda. 6-dan 7-də biz... Görən neçə alacaq məndən 4-5 nəfərə? Nə yiyərsən, onu verəsən, bir də 25% pul verəcəksən də, elə bir servis pulu. Çox tutmur, amma əladır da, çox qəşəngdir. Burada Bakıdaydı, Səndədə də. Bir 50-60 manat tutar. Nə qədər? 50-60 manat tutar. Yox, ay babuş, 50-60 manat bir adamın yeməkdir. Bir neçə tutacaq görə? Çox deyəndə baxın siz nə yeyirsiniz də, hə? Amma yeməkləri super olur. Niyam özü nəzarət edir. Axı onun əsl aşpaz olub. Özü nəzarət edir, çox gözəl yeməklər olur. Mən atım oranın nömrəsini, istəyirsən, əgər istəsən rezerv elə. Yaxşı, at. Sağ ol, Rəhim, sağ ol, öpürəm. Sağ ol. Ay Türkan xanım, sabah deyib bir dənə Gəncədən bir adam tapa bilmirəm. Deyir Niyam Salaminin yeri açılıbdır. Duda nə bilim, deyir rezervi nətər eləyir, heç onu da bilmirəm. Yox, yox, Rəşən evdə pişirə faranlarım. Bir dənə müdür zəng eləmədi, ma. Ay, bəli. Siz o maşını yağına gətirdiniz. Neçədə istədiniz? Demək olar. Da niyə gülürsən ki, qaqa? Gülmürəm, deyirəm,
soruşuram, yəni Gəncədə dəyişdirdiniz, neçə dəyişdirdiniz? Nə dəyişirəm? Maşın yağını 100 manata. 100 manat aldılar sizdən. Neyirsən ki, maşının yağı maraqlıdır sizə? Maşınım var, onun yağını dəyişdirmək istəyirdim, onu sormaq. Google-də yaz, get dəyişdir. Yaxşı. Ay qada, mən Gəncədə yaşayıram ki, Gəncədə. Gəncədə yaşayan odur. Niyə dalaşırsınız? Görək meydə nə qalacaq sabah mənim üçün. Uşaqlar rezerv üçün nətər eləyirlər uşaqlar. Hatıkəndə, yo, Gəncədə olacam, Qarsələ də gedəcəm orada. Yo, Türkan xanım, Göygöl istəmirəm, Göygöl uzaqdır. Gəncədə eləyim, yeyim, sonra durum çıxım gəlmir və s. Biz də Qarsələ zadı gəzim eləyim, oralara minim və s. Ta başqa işini istəmirəm. Bəli. Babuş. Bəli. Qurban sənə, bayaq zəng vuran xanım. Rezerv eləyə bilmirsənsə mən eləyim. Mən yazmışam Niyam Salaminin nömrəsini. Qoy, mən bu nömrəylə yazmışsınız. WhatsAppda atmışam Niyam. Qoy yığım görüm onda. Yaxşı canım, yaxşı. Yaxşı, qoy yığım görüm. Yaxşı. Ne deyəcəm lazım mən? Deyim, səhər Gəncədə olmazdı. Şeylə yaz da, siz kişi nömrəsi ilə atmışsınız, kişilərə girib. Nömrə yaz, basıram, açılmır. Açılmır, nömrə ilə yaz, yazacağım. Nömrə ilə yaz. Siz kişilərə girib göndərmişsiniz, yazım ona nömrə ilə yaz, yaz. Qoy, mən yığım görüm nə deyir. Deyim, salam aleyküm, deyir, salam. Deyəcəm, rezervləşin eləmək istəyirəm. Desin neçə nəfər? Deyəcəm, 5-6 nəfər, 5 nəfər. Kebabın bir neçəyədə onu soruşacağım. Sonra yanlış qatığınız var, onu soruşacağım. Sokuzadı buradan alıb apararam. Diye yazdı. Düşün perdeden gəlirəm, səhər neçəyə kimi. Mən bir də görmürüm, nə istəyəcəklər az məndən. Nömrəsini yazdı. Ağsaqqal kişidir. Kirəyə ağsaqqal kişidir. Məndən qoca saqqal ağarmış, qaşlar ağarmış kişilər minir Qarsələ. Yekə arvadlar minir. Deyir, ağsaqqalımız Qarsələ minir. Bə Qarsələ də mi türüdür? Nə deyim azım? Mən deyim salam, desə salam. Salam, deyəcəm, mən də salam, hə. Deyəcəm, mən səhər gəlmək istəyirəm ora. Hə. Səhər gün ortadan sonra. Mən nə deyim, nömrəni verib yığmaq istəyirəm. Deyəcəm, salam, deyəcəm, salam. Deyəcəm, nə tərsiniz, deyəcəm, sağ ol. Deyəcəm, səhər gəlmək istəyirəm ora. Qiymət. 5 nəfər olacaq. Kebabın şişi neçəyədir? 10 manat olar da, 6-7 manat. Qabaq 6-7. Nə deyim, uşaqlar mən? Yırdım, deyəcəm, salam, mən deyəcəm, salam. Mən birdən rezervləşin şey eləmişəm. Deyəcəm, deməkcə 4 nəfər olacaq. Ya 5, ya 5'dir. Ya 5 ya 5. Hə, sabah çıxacam. Yığıram. Salam, deyəcəm, salam. Deyəcəm, açıqdır.
Deyəcəm, dinamikini satınız var, mənim ad günümdür, deyəcəm. Tanınmış da adamam. Əslində bir dənə ki yığmamışam da, ta siz də elə danışır ki, seydi bu. Yığmamışam da, bir dənə ki reservation şey eləmişəm. Danışmaq qabiliyyətini öyrənirəm. Eləyirəm, dönüm bir yığım görüm nə deyəcəm. Salam, salam. Teşekkür salam, bizim yetersiniz. Mən sabah gəlmək istəyirəm, bizim tanınmış da adamlar. Desə lap ya. Menyularınızdan gəlmiş qatınıza doğru deyəcəm. Sən də gəlirsən ki, ay Türkan. Deyim salam, salam. Aşağı mən bir şey yapamıyorum. Deyim kebabınız, bastırmanız, zatınız olur. Yolla seni soğla, mən niyə yığamıram az? Deyən sonra deyəcəm də salam. Konum. Yox, yox. Bəlkə mən qoymayın işıqlar aynıyız. $1 da deyək yox. Hə. Yığdım, Desə salam, deyəcəm salam. Deyəm, mən sabah gəlmək istəyirəm, 5 nəfər zad olacaq. Ad günüm. Nömrəm zirkanlı deyil. Düzüm tanınmış adamı. Salam restoran, buyurun. Salam aleyküm. Salam, buyurun. Xanım, mən sabah mən rayonda yaşayıram Bərdədə. Səhər ora gəlmək istəyirəm. Restoranınızı çox tərifləyiblər. Deyirlər, ya dadlı zadlı yeməkləri var. Səhər həmin mənim də ad günümdür. Özüm də tanınmış adamam. 5 nəfər üçün. Hə, təşəkkür edirəm. Saat elə bir mən günortadan sonra buradan çıxmaq istəyirəm. Bəlkə məni tanıyasınız. TikToker Baboş var, oyam. Hə, necəsiz Baboş müəllim? Sağ ol, siz necəsiz? Yaxşı olasınız. Biz Gəncə şəhərində filialımızdır. Yəni hal-hazırda Gəncə şəhərində filialımız. Hə də Gəncəyə gələcəm də. Hə. Oradan da karsellərə gedəcəm. Hə, indi nə verirsiniz yeməyə zada? Kebab zad, anekdot kebab, qamış qatığı, süzüvlə, hə? Salam aleyküm. Aleyküm salam. Banyam və salam restoran administratoru Fərdin Diskondanı. Hə, buyurun. Sizlə də danışan TikToker Baboşdur. Laf yaxşı, şad oldum. Ya nə verirsiniz qardaş yeməklərə? Mənim ad günümdür deyə 5 nəfər olacağıq. 5 nəfər olacaq. Hə, mən günortadan sonra buradan çıxacağam. Bizdə müəllim, belə deyim də, açıq menüdür bizdə. Nə istəyirsiniz, gəlin yerində sifariş verin. Yəni yeriniz bunun hesabını ödəyib, çıxıb gedəcəksiniz. Hə, nə qədər ödəyəcəm yerin hesabını? O baxır da sizin yeməyinizin sumasına baxır. Məsəl üçün, neçə nəfər yiyəcəksiniz, nə yiyəcək ki, biz kebab yiyəcək, duracaq yağa. Ya nə qədər, saat tutaq ki, 8 şiş, 9 şiş yedik tutaq ki. Nə eləyəcək? Biz WhatsApp, siz bizə WhatsAppda yazın, biz menyunu göndərək sizə. Hə. Siz öncədən nə yiyəcəksiniz, onları seçin, bizə göndərin. Yox, mən bilimdə orada şey olmasın. Təxmini nə qədər tutar bunlar? Tutaq ki, elə yiyəcək. Neçə nəfərsiz? 5 nəfər. 5 nəfərə Hə. sizə menyu ataq. Siz 5 nəfərin menyusunu oradan məsəl üçün seçin, salatlardan seçin. Mən bilmirəm axı siz nə salat yeyəcəksiniz, nə salat yeyəcəksiniz. Qardaş, mən uzağa getsək, salışını yiyəcəyik. Bir də pirinçik, vəssalam. Bir də çoban salatı, daha nə yiyəcəm? Tırxıflı badıncan salatı var, Sezar... Motal pendiriniz var? Motal pendirimiz, pendir asartı var. Hə, heç nə. Heç nə, atın baxın görün menunuza. Bu nömrəni WhatsApp-ın. Hə, atın baxın görün menuya. Bu nömrənin WhatsApp-ı var. Ha? Bu nömrənin WhatsApp-ı var. Hə, var. Səhər mən günortadan sonra buradan. Yaxşı dinamikiniz adınız var orada, çünki ad günü mahnısı qoyub oynayacağam. Var. Burada şu proqram onsuz canlıdır. Hə, yaxşı. Yaxşı. Ben nə deyim ha uşaqlar, göreyim nə var mı? Çox pul eləsə getməyəcəm ha. Niyami Salaminin restoran.
Tort qaldı. Süper olacaq.